Salamlar, saygılar əziz dostlar. Bu cələsə Qoca Dağlar adında mahnının amuzişinə başlayıram. Bu mahnının kökü sol kökündür, ya haman qarı kök. Mənim sazımın kökü tiyuner ilə köklə səs, az simlər. Orta simlər. Və üst simlər. Bu mahnının çalğısında la bemol pərdəmiz bir miqdar yendirmişik, la pərdəsinə yaxın olub, yəni la kron olub. Bu pərdə əgər bir pərdəmiz olsa ki, la bemoluna la'nın arasında bir izafə pərdəmiz olsa, niyaz deyil, la bemolu çəkək aşağıya. Vəli əgər pərdəmiz olmasa, bu la bemol pərdəsin ki, burada idi, çəkmişəm təqribən 1 sant gəlib aşağıya və bu la pərdəsi də buna yaxın olub. Hər mövqe tədrisdə la desək, mənzurumuz həmən bu pərdədir ki, la kron ya la bemol 2 də deyirik. Gedək əvvəl qismətin çalğısına, sonra amuzişinə başlayaq. Bu cələsənin çalğısı idi bu. Gedək tədrisə. Əvvəl mizan və ikinci mizan bu halətdə çalınır. Əvvəl mizrabımız fadadır rast. Yenirik solda 2 mizrab, boş sərhəm. İdamədə az məksidən sonra bir dənə solda yenə tril eləyirik. Lal tril, yəni mizrab dəyir, sonra ikinci barmağı 2 ya 3 dəfə işarə veririk həmən la kron pərdəsinə. İşarədən sonra, o trildən sonra barmağı qilis halətində qalxızırıq, fadan səs alırıq. Fad eləyə bilirik, bir mizrab da vuraq. Beduni mizrab səs də ala bilirik. Yəni bu halətdə də ola bilər, bu halətdə də. Fada mizrabda dəyə bilər. Bu halətdə sol, fa, ya budur. İdamədə yenirik. Solda rast, ikinci barmağına la kron pərdəsində rast. Notların solfeji bu cür olur. Əvvəli sukutdur. Es, fa, sol, 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 fa, sola. Bu halətdə olur. Ağır ritmi ilə çalın bir dəfəndə. Fa mizrablı çaldım. Bir dəfəndə fa beduni mizrab çalım. Bu halətdə oldu. Mizan-ı bədiyə gedək. Bu halətdə çalınır.